Salam müəllimlər, hər birinizi xoş gördük. Bu günləri biz 7-ci sinifin 1-ci mövzusu ictimai yerlərdə davranış və ünsiyyət mədəniyyətini öyrənəcəyik. 5-ci sinifdə öyrənmişdik, ailədə davranış və ünsiyyət mədəniyyəti necədir. 6-cı sinifdə məktəbdə davranış və ünsiyyət mədəniyyətinin necə olduğunu öyrənmişdik. Bugünkü dərsimizdə 7-ci sinifdə ictimai yerlərdə davranış və ünsiyyət mədəniyyəti. Əvvəlki mövzularda demişdik ki, hər bir şagird mədəni davranış və ünsiyyət qaydalarını bilməlidir və bu qaydalara riayət etməlidir. Yəni, onların borcudur. Bu dərsimizdə də hansı ki, ictimai yerlərdə mədəni davranış qaydalarını şagird bilməlidir və bu qaydalara riayət etməlidir. Bəs bu hansı qaydalardır? Gəlin baxaq. Küçədə davranış və ünsiyyət qaydası necədir? Səkinin sağı ilə getməliyik. Səkinin sağı ilə getməliyik. Başqalarına mane olmamaq üçün çantamızı sağ əlimizdə aparmalıyıq. Sağla gedirik, çantamızı sağ əlimizdə aparırıq. Dar səkidə, əgər bizdən böyüklər gəlirsə, özümüzdən böyüklərə yol verməliyik. Küçədə gedərkən, oğlan qızdan solda olmalıdır. Təsvir eləyin. Sağ, sağ, bu da sol. Sol. Deməli, oğlan buradadırsa, küçədə gedərkən oğlan qızdan solda olmalıdır. Burada da qız olmalıdır. Daha sonra, yol gedənlərdən biri oğlan, ikisi qız olarsa, oğlan ortada. Oğlan ortada olur. Deməli, bir oğlan, iki qızdırsa, qız, oğlan və qız. Oğlan ortada, qızlar kənarda. Və yaxud da ki, hər ikisi, əgər ikisi oğlan, biri qız olarsa, bu zaman qız ortada olacaq, oğlanlar isə kənarda. Yəni, bu formada yolda gedə bilərlər. Digərlərinin sərbəst hərəkətinə mane olmamaq üçün 4 və daha çox piyada cərgəsi ilə getməməlidirlər. Deməli, piyada cərgəsi 4-dən çox olmamalıdır. 4 və 4-dən daha çox olmamalıdır. Belə halda 2 və 3 nəfərdən ibarət qruplara bölünmək məsləhətlidir. Ona görə ki, maşın yoludur, yəni bütün yolu insanlar tuta bilməz. Deməli, gedərkən necə getməlidir? Oğlan qızdan solda olmalıdır. Əgər 2 qız, bir oğlan varsa, oğlan ortada, qızlar sağda, solda. Yox, əgər bir qız varsa, oğlanlar kənarda olmalıdır. Qruplar da necə olacaq? 2 və ya 3. 3 nəfərdən ibarət olmalıdır. Küçədə ucadan danışmaq, gülmək olmaz. Baxın, ucadan danışmaq və gülmək, özünü səs-küylə aparmaq, ətrafdaşlara irad bildirmək, yerə zibil atmaq olmaz. Hansı ki, insanlar konfetdir, dondurma kağızlardır, saqqızdır, sok butulkalardır. Yəni, bu kimi şeyləri içib atırlar küçəyə. Yəni, bunları etmək olmaz. Daha sonra, yol gedənlərə mane olmamaq üçün əl-qol atmamalıyıq. Əgər təsadüfən belə hərəkət etmişsinizsə, narahat etdiyiniz insanlardan üzr istəyin. Heç bir halda münaqişə yaratmayın. Başqalarını bağışlamağı bacarmalıyıq. Kimin təqsirkar olmasından asılı olmayaraq, küçədə toqquşduğunuz şəxsə yerə düşən əşyaları götürməyə kömək edin. Deməli, küçədə gedərkən uşaqlar bəzən əl-qol atırlar, bir-birlərindən oynayırlar, yəni bunlara olmaz. Daha sonra kiminsə əşyası düşürsə, kimləsə toqquşduysa, onları götürməliyik, kömək eləməliyik. Küçədə rast gəldiyiniz tanışlarla birinci siz salamlaşın. Özünüzdən böyüklərə birinci əl uzatmayın. Deməli, birinci böyük əl uzatmalıdır, ondan sonra. Onlar əl verib sizinlə görüşənə qədər gözləyin. Əgər əl verdikdə mütləq əlcəyinizi çıxarın. Bəli, əlinizdə əlcək olarsa, şagirdlər əlcəklərini çıxarmalıdırlar. Əgər kimsə salamınıza cavab verməsə, onda nə edirik? İncimirik, ürəyimizdə heç bir şey düşünmürük. Bəzən insanlar fikirli ola bilir. Yolda təsadüfən rastlaşdığınız tanışınızla söhbət etmək üçün yolun ortasında dayanmırıq, kənara çəkilirik. Yol gedənlərə mane olmamalıyıq.
Nəyisə öyrənmək zərurəti yarandıqda məlumat almaq istədiyiniz şəxsə öncə salam veririk. Sonra getmək istədiyiniz ünvanı soruşuruq. Bəli, əvvəlcə salam, sonra ünvan. Göstərdiyi köməkdən asılı olmayaraq sonda təşəkkür etmək lazımdır. Salam, ünvanı soruşuruq, sonra təşəkkür edirik. Daha sonra sətirdən əgər istifadə ediriksə, sətiri heç kimə toxundurmamalıyıq. Yol gedənlərin arxasınca dönüb baxmaq olmaz. Bu nəzakətsizlikdir, nəzakətdən kənar hərəkətdir. Dostunuzun və rəfiqənizin diqqətini kiməsə yönəltmək istəyirsinizsə, bəli, barmaqla göstərməməliyik. Bunu baxışınızla və yaxud da baş hərəkətinizlə edə bilərsiniz, kimisə göstərmək istəyiriksə. Yıxılanı ayağa qaldırmaq üçün üst başını səliqəyə salmasına yardımcı olmalıyıq. Tökülən əşyaları götürməsinə kömək etməliyik. Yolu keçərkən yol hərəkəti qaydalarına riayət edin. Bəli, yol hərəkəti qaydaları necədir? Svetofora necə riayət etməliyik? Sonra piyada keçidlərinə, yəni bax, bunlara diqqət eləməliyik. Yolu dayanacaqda duran avtomobil, avtobus və digər nəqliyyat vasitələrinin önündən yox, bəli, önündən deyil də, arxasından keçməyə lazımdır. Yalnız bu halda yola nəzarət edə bilərsiniz. Yolu yalnız işıqforun yaşıl işığı yananda keçin. Heç vaxt hərəkət edən nəqliyyat vasitəsinin qarşısında qaçaraq keçməyin. Bəli, nəqliyyat vasitəsi sürətli gəlib bizə yaxınlaşa bilir, yəni qaçaraq keçməməliyik. Bizim öyrəndiyimiz küçədə davranış qaydası idi. Bəli, küçədə davranış və ünsiyyət qaydası idi. İndi gəlin görək, dayanacaqda hansı davranış qaydaları var? Dayanacaqda ictimai nəqliyyat vasitəsini yalnız dayanacaqda gözləməli. Bəzən uşaqlar kənarda gözləyirlər, harada dayanacaq var, orada gözləməli. Əgər dayanacaqda ictimai nəqliyyat vasitəsini gözləyirsinizsə, bir qədər kənara çəkilin. Çünki dayanan ictimai nəqliyyat vasitəsi hərəkət edən zaman sizə zərər yetirə bilər. Dayanacaqda oynamaq olmaz, qaçmaq olmaz, kimisə itələməməliyik. Bu zaman siz və yoldaşınız təsadüfən yolun hərəkətli hissəsinə çıxa bilərsiniz. Bu isə çox təhlükəlidir. Bəli, bəzən uşaqlar dayanacaqda oynayırlar, qaçırlar, bir-birlərini itələyirlər, topla oynayırlar. Yəni, bunlar hamı insanlar üçün, uşaqlar üçün təhlükəlidir. Heç bir halda ictimai nəqliyyat vasitəsinin gəlib gəlmədiyinə baxmaq üçün dayanacaqdan kənara çıxmayın. Yada saxlayın, piyada keçidindən kənara maşın yoluna çıxmaq təhlükəlidir. Bəli, maşın yoluna çıxmaq təhlükəlidir. Dayanacağa yaxınlaşan ictimai nəqliyyat vasitəsi sizə lazım olan marşrut ilə hərəkət etmirsə, sakitcə kənara çəkilin. Bəli, baxırıq, gördük ki, bizə lazım deyilsə nəqliyyat, kənara çəkilirik və nəqliyyat vasitəsini şofer saxlamaq məcburiyyətində qalmır, sürücü. Nəqliyyat vasitəsinə minən sərnişinlərə mane olmayın. Gözlədiyiniz nəqliyyat vasitəsi tam dayandıqdan sonra minmək lazımdır. İctimai nəqliyyatda giriş zamanı, etiket qaydaları. Gəlin görək, avtobusa giriş zamanı hansı etiket qaydalarına riayət etməlidir uşaqlar. İctimai nəqliyyatda gediş kartlarından istifadə etmək lazımdır. Bəli, əgər kart sisteminsə, gediş kartlarından istifadə edirik. Avtobusa hardan minirik? Qabaq qapıdan. Qabaq qapıdan minirik və arxa qapıdan düşürük. Qabaq qapıdan minirik, arxa qapıdan düşürük. Əgər avtobusun 3 qapısı varsa, onda necə? 3 qapısı olan avtobuslarda qabaq qapıdan minirik, orta və ya arxa qapıdan düşmək lazımdır. Nəqliyyat vasitəsinə minərkən səbirli olun. Sərnişinləri itələməməliyik, minərkən yaşlılara, uşaqlı, ana və atalara, əlillərə yol verməliyik. Deməli, kimlərə? Yaşlılara, uşaqlı, ana və atalara, bəli, əgər əlində uşaq varsa, ana, ata olmasının fərqinə varmadan onlara yer verməliyik və yaxud da əlillərə. Əgər kiməsə ictimai nəqliyyata minməyə kömək etmək istəyirsinizsə, bunu etmək üçün mütləq icazə alın. Etiketə əsasən ictimai nəqliyyata minərkən sərnişinlərə mane olmamaq üçün
çiyninizdəki məktəbli çantasını və digər həcmli, məsələn, idman çantası ola bilər, bunları əlinizdə saxlayın. Çünki məktəbli çantası ilə biz çox yer tuta bilərik. Daha sonra ictimai nəqliyyat vasitəsinin son anda artıq qapılar bağlananda minməyə çalışmayın. Bəli, qapılar bağlananda, yəni bizim üçün təhlükə yarana bilər. Sürücü yola düşməmişdən əvvəl digər nəqliyyat vasitələrinin hərəkətini izləyir və elə bu səbəbdən qapını bağlayarkən, bəli, sizi sıxa bilər. Minərkən pilləkənlərdə və girişdə yubanmayın. Digər sərnişinlərə mane olmamaq üçün salona keçin. Deməli, hardan avtobusa minəcəkdi? Qabaq qapıdan. Bəs hardan düşəcəkdi? Arxa qapıdan. Bəs kimlərə yer vermək lazımdır? İctimai etiketin yazılmamış qaydalarına əsasən, bax, qaydalar yazılmıyor. Sadəcə bunu biz özümüz bilirik. Əsasən, ictimai nəqliyyatda oturacaqlar, uşaqlar, qocalar və əlillər üçün nəzərdə tutulub. Deməli, kimlər üçün? Uşaqlar üçün, qocalar üçün, bir də əlillər üçün. İctimai nəqliyyatda davranış qaydalarına əsasən gənclər nəqliyyatda boş yeri tutmazdan əvvəl yaxınlıqda dayananlardan sakitcə oturmaq istəyib istəmədiklərini soruşmalıdırlar. Bütün salondan ucadan icazə almaq və ya həmçinin hər kəsə boş yeri tutmağı təklif etmək nəzakətsizlikdir. Nəqliyyat vasitəsində kiməsə yer verərkən demək lazım, zəhmət olmasa əyləşin. Nəzakət qaydalarına riayət edin. Sadəcə yerindən qalxaraq hansısa bir sərnişinə boşalmış yeri göstərmək nəzakətsizlikdir. Sadəcə deyirik, zəhmət olmasa əyləşin. İctimai nəqliyyat vasitəsinin salonunda qaçmaq və ya dostlarını itələmək olmaz. Əgər ayaq üstə dayanmısınızsa, tutacaqlardan tutmalısınız. Ona görə ki, sürücü qəfildən əyləci basır və biz yıxıla bilirik, digər sərnişinlər də yıxıla bilirik. İctimai nəqliyyatda kiməsə diqqətlə baxmaq olmaz. Bəli, bu nəzakətsizlikdir. Kiməsə diqqətlə baxmamalıyıq. İctimai nəqliyyatın pəncərəsindən boylanmaq, qolunu bayıra çıxartmaq olmaz. Bəli, bu təhlükəlidir. İctimai nəqliyyat vasitəsində kiməsə kitab və ya qəzet oxuyursa, oxumaq məqsədi ilə boylanmayın. Kiminsə telefonuna baxmayın. Bəli, kiminsə şəxsi əşyalarına baxmaq olmaz. Nəqliyyat vasitəsində ucadan danışmaq, qışqırmaq, musiqi dinləmək olmaz. Yüksək səs təkcə sərnişinləri əsəbləşdirmir, o həm də sürücüyə mane olur, onun diqqətini yayındırır. İctimai nəqliyyat vasitəsinə minərkən və düşərkən heç kəslə əl hərəkəti ilə davranmayın, itələməyin, kimdənsə irəli keçmək istəsəniz yol verməsi üçün sakit səslə xahiş edin. Bəs öskürəndə, askıranda nə edirik? Öskürəndə, askıranda ağzınızı dəsmalla və ya ovucunuzla tutun. İctimai nəqliyyatda yemək və içmək olmaz. Dayanmadan nəsə çeynəyən insanın görüntüsü ətrafdakıları narahat edir. Əgər metro və avtobus salonunda boş oturacaqları tuta biləcək insanlar yoxdursa, altı təmiz əl və çiyin çantalarını boş yerə qoya bilərsiniz. İctimai nəqliyyatda dostunuzla həmsöhbət ola bilərsiniz. Amma bu zaman elə astadan danışmalısınız ki, ətrafdakılar narahat olmasın. Bunu unutmayın. İctimai nəqliyyatda şəxsi mövzularda asta səslə danışmaq belə arzu edilməzdir. Bəli, şəxsi mövzulardan möhkəm səslə danışmaq olmaz. Hətta ictimai nəqliyyat basırıq olarsa belə ədəb qaydalarına riayət etməyə çalışın. Digər sərnişinlərə söykənməyək. Çıxarkən onları itələməməliyik, ayaqlarını tapdalamamalıyıq. Bu bizim ictimai nəqliyyata giriş zamanı etiket qaydaları idi. Bəs çıxış zamanı etiket qaydaları necədir? Artıq ictimai nəqliyyat vasitəsi sizin dayanacağınıza yaxınlaşdı. Düşəcəksinizsə, əvvəlcədən hazırlaşmalısınız. Bunun üçün digər sərnişinlər növbəti dayanacaqda düşməli olub-olmadıqları ilə maraqlanın. Əgər düşməyəcəklərsə, üzr istəyib irəli keçin. Pilləkənlərin üstündə dayanmaq olmaz. Çünki açılan qapılar sıxa bilər, sizi sıxa bilər. İctimai nəqliyyat vasitəsinə düşdükdən sonra
yolu keçərkən mütləq piyada keçidindən və ya piyada zolağından istifadə etməlisiniz. Müəllimlər, bu bizim demək olar ki, əzbərçiliyə dayanan bir mövzumuzdur. Bunların hər birini biz bilməliyik, çünki bunlar şagirdlərimizə yazılan etiket qaydalarıdır, nəzakət qaydalarıdır, mədəniyyət qaydalarıdır. İlk mövzumuz bu qədər.